Salam, Psixiatriyanın mətbəxində hər birinizi xoş gördük. Bugünkü qonağım doktor Səbinə Nurəliyevadır, pediatrımız. Xoş gəlmisiniz doktor. Təşəkkürlər Ceyran doktor. Xoş gördük. Bu gün biz aktual mövzularımızın həm pediatrik, həm psixiatrik açıdan dəyərləndirəcəyik. İlk öncə erkən inkişaf dönəmindən başlamaq istəyirəm. Yəni bir valideyn nə zaman pediatra, nə zaman psixiatra müraciət etməlidir? Yəni pediatrlar özləri də nə zaman uşağı psixiatra yönləndirməlidirlər? Bəli, çox düzgün yanaşdınız. Yəni bu çox önəmli məsələdir. Bəzən valideynlər bunu görməyə bilərlər, amma pediatrlar bunu mütləq görməlidirlər. Çünki erkən inkişaf dönəmi hər aya uyğun uşağın öz göstəriciləri var. Necə ki fiziki inkişaf göstəricilərini biz yoxlayırıq, eyni zamanda psixoloji inkişafı da dəyərləndiririk ki, uşaqlar məsələn bu 2 ayı var uşağın, 3 ayı var, üzünüzə baxıb gülümsüyürmü və yaxud uşaq ara-ara səslər çıxarırmı? İnsanları tanıyırmı? 6 ayı var, 7 ayı var, anasını məsələn fərqləndirə bilirmi? Əgər bunları görmürüksə, artıq biz burada bir həyəcan siqnalını çalırıq ki, yəni sizin uşağınızda psixiatrik bir problem ola bilər və bunu nəzərdə saxlayırıq ki, yəni sizin bir psixiatra görünmənizə bir fayda var. Məsələn, 1 yaşı olub uşağın heç bir heca demirsə əgər və yaxud sosial kontaktı yoxdursa, insanlarla göz kontaktı qurmursa, burada erkən başlanan bir psixoloji inkişaf pozğunluğu, bir psixiatrik xəstəliyin hansısa bir başlanğıcının bir meyarı ola bilər. Ona görə valideynlər də həkimlərlə sıx kontaktda olmalı. Çünki bunu erkən olaraq pediatr görür. Düzdür, o qədər diqqətçi analar var ki, bəzən özləri deyirlər, doktor mənə baxmır və yaxud doktor çağırıram, heç bir reaksiya vermir. Bu nə zaman olacaq? Yəni elə anaları da maarifləndirən pediatrlardır və ona görə əgər 6 aya qədər bilirsiniz ki, hər ay pediatrik müayinə olmalıdır. Hər ay əgər o pediatrına gəlirsə, uşağın inkişafı barəsində biləcəkdir erkən inkişaf dönəmində. Artıq böyük aylarda da bunları dəyərləndirərək əgər doktor bir səbəb varsa mütləq psixiatra yönəltməyində bir fayda var. Çünki erkən üzərinə düşərsə, psixoloji dəstək erkən vaxtında olarsa, psixiatrik diaqnoz vaxtında qoyularsa, yəni daha fayda vermiş olarıq. Bir də burada bir nüansa dəyinmək istəyirəm. Əgər adətən uşaqlarda bu qoğuldama dönəmində, bu 2 ayında falan olan bu qoğuldama dönəmində eşitmə problemi olan uşaqlarda bu adətən 6 aya qədər qoğuldama dönəmi davam edə bilər. Ancaq 6 aydan sonrasında əgər uşaqda eşitmə problemi varsa, 6 aydan sonra artıq babıldama dönəmi gəlmir uşaqda. Bəli. Və bəzən də valideynlərə bildirdiyimizdə ki, bu uşağa bir eşitmə testi olunması lazımdır. Valideynlərin dediyi şey, doktor bu uşaq qoğulduyurdu. Yəni o yanlış yanlış olaraq. algı oluşturur valideynlərdə. Ona görə əslində valideynlər, yəni həkim yanlış özləri bilə bilər. Yanlışı o həkimlə məsləhətləşərək həkimlə məsləhətləşib əgər həkim bir eşitmə testinə yönləndirirsə bu uşağı, çünki bizim Azərbaycanda nə yazıq ki, yoxdur olmalıdır əslində. Yeni doğulma rutini olaraq eşitmə testi mütləq olunmalıdır. Bəli. Amma onu həkimin nəzarəti ilə əgər eşitmə testi, əgər şübhələnərsə ki, bunda bir pozğunluq var, həkimi göndərərsə, valideyn bəzən görmək istəmir. Yəni bəzən o problemləri görmək istəmir təəssüf ki, amma diaqnozdan qaçmaq istəyir, amma erkən həyat qurtara bilər. Yəni erkən ani bir refleksi bilmək, hər hansı bir reaksiyanı tutmaqla həm həkimin anlamağı, həm valideynin anlamağı uşağın həyatını qurtara bilər. Ona görə hətta yuxu dönəmində belə yuxusuzluq belə səbəb ola bilər ki, psixiatrik problemlərin bir meyarı ola bilər, bir ilkin əlaməti ola bilər. Yuxusuzluqdan danışmışkən elə yuxu problemlərindən də açılmışkən mövzu davam eləyək. Hansı hallarda yenə yuxusuzluqda, ümumiyyətlə yuxu bizim üçün niyə vacibdir? Çünki biz daha çox görürük ki, ərgənlərdə yeniyetməlik dönəmində çox axsadırlar o yuxu rejimini. Yəni hardasa 3-4 saat yuxu yatır və fikirləşir ki, mən artıq mənə ehtiyacım yoxdur artıq yuxuya. Yəni yuxu bizim üçün niyə önəmlidir? Yuxu bizim üçün inkişafımızda hansı yerdədir? Bəli. Uşaq inkişafında çox önəmli yerdədir. Erkən inkişafından tutmuş ta yeniyetmə dönəminə doğru. Çünki yuxu həm beyin inkişafı üçün çox faydalıdır, eyni zamanda fiziki inkişaf üçün çox faydalıdır. Yuxuda somatotrop hormonun ifrazı gedir və onunla uşaq o deyir ki, yatmaqda uyudum da böyüdüm yəni. Ondan, yəni o uşağın əgər yuxusuzluğu varsa, o
onun həm psixoloji inkişafına, həm fiziki inkişafına təsir göstərəcəkdir. Amma bir uşaq əgər ondan xüsusilə də yeniyetmə dönəmlərində telefonun çox istifadəsi, televizorun çox istifadəsi baxmayaraq ki, heç bir problem yoxdur, məsələn, yuxusuzluğa aid. Bunlar belə yuxu gigiyenasının olmamağı düzgün gətirib yuxusuzluğa gətirib çıxardacaqdır. Amma beyin inkişafı, ruh sağlığı bunlar üçün çox önəmli bir yer daşıyır yuxu və hətta uşaqlarda bəzi pediatrik problemlər də yuxusuzluğa səbəb ola bilər. Hansı problemlər? Məsələn, qan azlığı. Heç bunu bilmirik. Amma müəyyən olunub ki, insomniyalı uşaqların araşdırmışlar, belə bir müayinə aparmışlar ki, hansı uşaqlarda daha çox müəyyən olmuş ki, ferritin dəyəri 50-dən aşağı olan uşaqlarda yuxusuzluq daha çox görünür. Hətta yəni bu onu düzəldikdən sonra, dəmir preparatı verdikdən sonra uşaqlarda yuxunun da düzəlməyi müşahidə olmuşdu. Hətta yuxu terroruna belə təsiri müəyyən olmuşdu. Halbuki yuxu terrorunun çox zaman etiologiyasında yuxunun gigiyenik pozulması bəli o rol oynayır və psixotrik problemlərdən siz danışarsınız, amma pediatrik olaraq tiroid vəzi pozğunluğunda məsələn bunlarda da səbəb ola bilər. Məsələn, asma, respirator problemlərdə, adenoid problemlərində, adenoid hipertrofiya problemlər, uşaq burun əti deyək. Burun əti problemləri gətirib çıxarda bilər yuxusuzluğa. Baxanda deyirsən ki, ciddi problem deyil. Yəni heç bilinmir ki, o amma yuxu apnoesi verir. Yəni bu burun əti yadıma düşən ki, gastroezofageal reflüdə. Reflü çox səbəb olur. Bəli, reflü də səbəb olur. Uşaq rahatsız olur. Gecənin bir yarısında oyanır və yaxud gecə yedizdirilən uşaqlar var. Məsələn, gecə durub yedizdirirlər. Halbuki müəyyən aydan sonra gecə yedizdirməyə gərək yoxdur. 12-6 arası boş qalmır. Ne yazık ki, bizdə biraz görə... yaşlı nəsildən o qaynaqlı olur ki, yəni uşaq ac mı qalacaq falan. Bəli, bilmədən uşağın yuxu rutinini pozurlar. 6 ayından sonra yuxu rutinini öyrətməyəndə də uşaq gətirib belə yuxu pozğunluğuna gətirib çıxarır. Eyni zamanda başqa psixotrik problemlərdə də səbəb ola bilər. Bəli. O zaman bir yuxu gigiyenası barədə də valideynlərə məlumat versəz, necə yanaşmalıdırlar, hansı aydan başlamalıdırlar? Bəli, əsasən yuxu rutinini yaratmağa 6 aydan sonra başlayırlar. Yəni 6 aydan sonra uşaqlara adətən hər gün eyni saatlar yatmaq tövsiyə olunur. Yəni hər gün eyni saatda, hər gün eyni yerdə. Məsələn, otaqları dəyişdirməmək şərti ilə gür işıq olmayan yerdəki melatonin sintezinə səbəb olsun, bəli. Və uşağa yuxu oyuncağı kimi bir şey məsləhət görürük ki, onu görəndə ancaq yuxu zamanı görsün. Bir də eyni hərəkətləri ardıcıllıqla eləmək. Həmişə bunu valideynlərə deyirəm. Məsələn, tutaq ki, əynini geyindirdik və yaxud əlini ayağını yuduq və yaxud çimizdirdik. Bundan sonra aparırıq yerinə eyni hərəkətləri, yəni pijamanı geyindirilməyi, nəyi? Bunların masajını, bunlar hamısını ardıcıl eləyəndə artıq uşaq yuxuya getmək lazım olduğunu bilir. Və ondan sonra artıq yuxuya, yoxsa uşaq oynadığı yerdə birdən-birə aparıb yatırıq deyə bir şey yoxdur. Və axşam o şənləndirici oyunlar, televiziya siz dediyiniz kimi ekrandan qaçmaq tövsiyə olunur. Bəli, ekran məruziyəti uşaqlarda nə yazıq ki, yuxu pozğunluqlarını çox artırır. Tək uşaqlarda deyil, bizim özümüzdə də. Eynən. Kofein istifadəsi, məsələn, böyük yaşlı uşaqlarda, çay istifadəsi, bunlar hamısı beyni oyandıran faktorlar. Bizim kültürümüzün, bəli, onlar hamısı səbəb olur. Uşaqlıq dönəmindən, erkən inkişafdan danışmışkən elə nitqin inkişafından da danışaq. Yəni, bəzən uşaq danışmır. Məsələn, nənə, baba deyir ki, filan kəsdə gec danışmışdı, əmisi gec danışmışdı, xalası gec danışmışdı, həkimə aparma. Siz nə düşünürsünüz bu haqda? Yəni, nə zaman həkimə müraciət olunmalıdır? Həkim uşağın ümumiyyətlə danışmadan öncə də, yəni həkim əgər görürsə ki, uşaq artıq hecaları demir. Yəni məsələn 6 ayından dedik ki, uşaqlar heca deməlidir və yaxud 1 yaşında ilk sözünü deməlidir. Yəni bunları nəzarət eləyərək, əgər uşağın inkişafında heç bir söz artımı getmirsə və yaxud əvvəl dediyi sözləri belə artıq unudursa və yaxud cümlə 2 yaşı var uşağın, heç bir 2 yaş tutaq ki, yarımdır, heç bir sadə cümlə qurmursa, burada artıq bir həyəcan təbilini çalmaq lazımdır. Yəni yoxsa hansısa bir ailədə kimsə gec danışıb, ola bilər genetik səbəb olsun, amma o qədər nitq inkişafı multifaktorial səbəbdir ki, yəni bunu bəlkə heç onda o deyil, bəlkə
bəlkə o səbəbdən deyil, bəlkə sizin uşaqda bunların olmağı hər hansı bir psixiatrik bir problemin əsası ola bilər. Bəli, yəni siz aparın, ən azından Aparın, həkim ən azından inkar eləsin. bəli, həkim inkar eləsin, öz başına qərar Bəli. verməyir. Yəni Yəni o həqiqətən var ki, tutaq ki, ailədə gec danışan varsa, 3 qatdan gec danışmanı artıra bilir. bəli, Ancaq genetik bu faktorun var. Rolu var. Amma Ancaq demək bu deyil ki, deyil gözləyin. gözləyin evdə. Bəli. Çünki nə qədər erkən müdaxilə olunsa, o qədər uşağın toparlanma ehtimalı çox olur. Əlbəttə daha çox Ona görə fayda vermiş olarıq. Gözləməkdənsə bir həkim, bu pediatr ola bilər, psixiatr ola bilər, nevroloq ola bilər. Bəli. Yəni evdə oturmaqdansa bir Həkimə müraciət edin, ən az eləsinlər. diaqnozu həkim qoysun. Bəli. Ola bilər ki, desin ki, heç nə Heç nə yoxdur. yoxdur. Bəli. Sadəcə gözləyin, müəyyən yaşa uyğun Bağçaya dəyişkənliklər qoyun gedəcək. və ya Bəli. Amma əgər o uyarın varsa artırın. bir şey sizə məsləhət görəcək ki, mütləq şəkildə həkiminizlə məsləhətləşin və yaxud diaqnozu qoysun. Yəni uşağın təkcə nitq inkişafına deyil, onun anlamasına fikir verilməlidir. Yəni Bəli. onu bəzən elə nitq inkişafı birdən-birə olmur ki, yəni uşaq anlamadan, uşaq məsələn biz gələndə deyir ki, uşaq dediyinizi eləyirmi? Əmrləri yerinə yetirirmi? Alıcı dili varmı? Bəli. Ən azından bir sadə əmri başa düşürmü? Onu anlamayan uşaq necə danışacaq? Düzdür. Yəni ona görə kompleks qiymətləndirmək lazımdır. Yəni valideynlərin hətta bəzən heç bir problem olmadan belə uşaqla ünsiyyətin, sadə ünsiyyətin olmamağı belə uşağın nitq inkişafının geriliyinə gətirib çıxarır. Yəni uşaq siz onu yəni Bəli. psixiatrik olaraq daha geniş anlamda izah Məsələn, edə ananın bilərsiniz. depressiyası belə, hamiləlik sonrasında analarda olan depressiya belə uşaqlarda nitq ləngiməsinə gətirib çıxara bilər. Uyaran eksikliyi dediyimiz uşağı doğulandan televizorun qabağına otuzdururlar. Bəli. Heç bir cümlə belə danışmayıblar uşaqla. Təbii ki, bu uşaqlarda da Çox uyaran səbəb olur. eksikliyi ilə bağlı gətirir, çıxarır. Çox səbəb olur, Bəli. bəli. Valideynin maddi durumunun zəifliyi belə, yəni imkanlı ailələrdə doğulan uşaqla yoxsul ailələrdə doğulan uşaqlar arasında bu həm stres faktorunun, ailədəki stres faktorunun çoxluğundan Təsir. irəli gəlir ki, ailədəki stres faktoru valideynlərin istər-istəməz o həyat şəraitinin çətinliyi valideynin uşaqla məşğul olacağına fikir çəkir. Bəli, başqa Stres, problemləri başqa düşünür. problemlərə Uşaqla ünsiyyət yönəlir, qurmaq bəli. əvəzinə. Bu gətirir uşaqlar ailələrdə, sonra çox geniş ailələrdə olan uşaqlarda da bəzən olur ki, məsələn, düşünülür ki, əslində ailədə çox adam var, amma uşaq kənarda qalır. Ona görə adətən ilk övladlarda daha çox valideyn daha ona Biruzə odaqlandığına vermir. görə. Sonuncu uşaqlarda ən Bəli. çox özünü biruzə verir. Bəli. Sonrasında yəni uşaqlara o maddi yükün, maddi çətinliklərdən dolayı o öyrədici oyuncaqların alınmaması, kitab alınmaması, kitab oxunmaması, bunlar hamısı ananın hamiləlik dövründə yoxsulluq səviyyəsinin yüksək olması, stres faktorları, alkol istifadəsi, nikotin, siqaret tüstüsünə məruz qalmaq falan, bunlar hamısı hamiləlik sürəcində və hamiləlik sonrasında da uyaran eksikliyinin az olması, ananın depressiyası, bunlar hamısı yəni geniş bir faktorlardır da ki, uşağın nitq inkişafına təsir eləyir. Bir səbəb deyil yəni. Bəli, ona görə çox geniş səbəbdir. Ona görə yəni evdə oturacaqlarına ki, keçər, düzələr, bir həkim müayinəsindən keçmələrində fayda var. Bəli. Və hər bir uşağın da bir pediatrı olmalıdır, yəni. Bunu bəzən yaşlı nəsillər qəbul etməkdə çətinlik çəkirlər ki, bizim dövrümüzdə həkim mi vardı? Yəni neynirsən həkim xəstəliyinə aparaq. Amma sağlam uşağı da nəzarət etmək. Sağlam uşağı da həkim aparmaq lazımdır ki, bir kontroldən keçirilsin ki, hər yaş şey rutinlərini yolundadır. yoxlamaq üçün, hətta yeniyetmə dövründə belə məsələn biz 6 aya qədər hər ay deyirik gəlin. 6 aydan sonra 3 ayda bir deyirik. Böyük yaşlarda isə yəni ildə bir dəfə kontrol kifayət eləyir. Sadəcə inkişafına həm fiziki, həm psixoloji inkişaflarını dəyərləndirmək. Çünki orada da bir əksiklik görəriksə, orada bir məktəbdən məsələn uşaqlar var ki, yeniyetmədə məktəbə getmək istəmirlər. Yəni altda yatan o qədər səbəblər çıxa bilər ki, bəzən hər hansı bir depressiyanın bir səbəbi olaraq, məktəbdə bullyingin səbəbi olaraq bunları uşaq bəzən heç evdə yansıtmaya bilir. Amma o həkimlə görüşdə bunları bəzən altda yatan bir səbəbləri görəriksə, məsələn, bəzi xəstəliklər var ki, somatik problemdə, pediatrik problemlərdə hansı ki, gətirib depressiyaya gətirib çıxarda bilir. Məsələn, Turner ola bilir və yaxud başqa bir somatik bir xəstəliklər ola bilir. Təşviş pozuntusuna bağlı qarın ağrısı var, qusma var, ürək bulanma var, məktəbə getmək istəmir, səhər-səhər qalxır və ya axşamından artıq
uşaq qarın ağrısı, bəzən də valideynlər aparırlar, həkim gəzirlər, heç bir problem çıxmır. Amma Nə səbəb daxı atda yatan. təşviş pozuntusu gəlir, çıxır Görürsüz, hə? altında. Yəni ona görə hər zaman nəzarətdə olmalıdır. Mütləq. Valideynin özündə depressiya varsa, valideyn özü müraciət etməlidir həkimə. Yəni bəzən valideyn o qədər əsəbi, gərgin olur ki, yəni uşaqla ünsiyyət belə qura bilmir və bu da uşaqla valideyn arasında, yəni bizim hər zaman dediyimiz ilk 1 il uşağın həyatının ilk 1 ili valideynlə olan münasibət çox önəmlidir. Bu bağlanma pozuntularına gətirir, çıxardır da bu dönəmin olmaması. Yəni hamiləlik sonrasında, doğuş sonrasında anaların depressiyada olması, yəni yaşlı nəsil biraz o şeyə daha odaqlanmalıdır ki, yəni görsə ki, tutaq ki, qızında, gəlinində məsələn bir depressiya varsa, bir normal yolunda getməyən bir şey varsa, mütləq həkimə müraciət olunmalıdır. Məsələn, bu gün bir məlumat oxudum. Ana uşağına əsəbləşib yerə çaxıb. Yəni bu ananın çox güman ki, depressiyasıdır Əlbəttə ya da ki, zahlıq dönəmində də dönəminin pozulmasıdır. Yəni burada ananı günahlandırmaqdansa bu ananın bir psixiatrik Dəstək olmaq, dəstəyə əlbəttə. ehtiyacı var. Yəni bunu normal olaraq qəbul eləmirik. Ancaq ananın dəstək almasında çox böyük faydası olardı. Bəli. Bəzən ananın da üzərinə gedirlər. Süd vermədi bu şəkildə. Mən hər yanıma gələn valideynə, ataya, nənəyə, hamısına deyirəm ki, anaya dəstək olun. Siz dəstək olsanız ananın südü də gələcək. Bəli. Ana istirahət eləməlidir. Bəli. Yəni ananı həqiqətən də bir xoşbəxt ana xoşbəxt uşaq böyüdər. Bəli. Uşağı normal inkişafı üçün ananı xoşbəxt etmək lazımdır. Ataların çox böyük dəstək olması lazımdır. Bu hər zaman biz deyirik, uşaq doğulanda ana zaten hormonal olaraq analığa hazır olur. Bəli. Atanın hazır olması üçün atanın o uşaqla təması lazımdır. Bəli. Yəni atalıq duyğusunun inkişafı atanın uşağa baxımından keçir. Yəni bu pampersini dəyişdirməkdir, nə bilim, yemək, bəli, hər şeyin iştirak etməlidir, yatmasındadır, çimdirilməsindədir. Hər bir etabında ana qədər ata da iştirak etməlidir. Bizdə atalar bir tık daha geridə qalırlar. Bəli, bizim cəmiyyətdə atalar pul qazanmaq və ailəni dolandırmaq. Amma atalıq duyğusu inkişaf etmir. Baxıram da, yəni o bizim üçün atalıq duyğusu ancaq pul qazanmaqdan deyil, amma o da uşaqla ata arasında. Daha keçmiş zamanlarda məsələn ata uşağını yaşlı nəslin yanında heç qucağına almırdı. İndi bəzi rayonlarımızda qalıb bu nə yazık ki. Hələ də var. Var, bəli. Yəni bunu istəmirik biz. Biz istəyirik ki, daha çox uşaqla təmas olsun, bəli. Daha çox uşaqla ünsiyyət olsun. Aralarında gələcəkdə uçurum olmasın deyə. Uşaq hər şeyi valideynə açıb desin deyə. Bəli, o yeniyetməlik dönəmində uşaqların yaşadığı, zaten yeniyetməlik dönəmində uşaqlar valideyndən uzaqlaşırlar, dosta tərəf yönəlirlər. Burada da valideynin rolu çox böyükdür ki, məsələn, aşağı yaşlardan, kiçik yaşlardan nə qədər aralarında o uçurum olmazsa, bağ yaxşı qurulsa, uşaq da o zaman bir problemi olanda çox rahatlıqla valideynə bunu dilə gətirəcək. Yox, əgər o aranı çox geniş saxlayıb, məsələn, uşağın ixtiyarı nədir? Ataya söz desin, anaya söz desin. Yəni öz problemini öz həll etməyə çalışacaq. Yəni o zaman da daha səhv yollara düşəcək. Ona görə valideyn həmişə çalışmalıdır ki, o uşaqla arasında o uçurum olmasın və valideyn əlçatan olsun. Bəli. O zaman çox düzgün vurğuladınız. Çünki uşaq erkən anlarda o valideyn sevgisindən məhrum olan uşaqlar, valideyn sevgisini hiss etməyən uşaqlar bu əksikliyi həmişə kənarda axtarırlar. Düzgün olmayan, siz dediyiniz kimi vərdişlərə meyl eləyirlər. Amma bütöv bir ailədə sevgi alan və yaxud ola bilər ki, onu tək atadan da alsın, tək anadan da alsın. Amma yetər ki, sevgi içində böyüyən uşaq bu problemlərlə rastlaşmır. Bir sığınacaqdan bir uşağım var. O gün bir şey vurğuladı ki, yəni 12 yaşım var, hələ ailə sevgisi nədir bilmirəm. Yəni o qədər ürək ağrıdıcı bir şeydir ki, yəni 12 yaşı var, baxarsan hardasa 20-30 yaşında bir olğun bir insanın danışıq şəkli, nə bilim, oturuşu, duruşu, hər şeyi, yəni zamansız yetişib bu uşaq. Ancaq o qədər ağır, o içində, o yanğılı, mən ana sevgisi nədir bilmirəm deyir. Yəni nə qədər ağrılı, acılı bir duyğudur. Yəni çox acılı bir duyğudur həqiqətən. Çünki hamımız görmüşük ana sevgisi, ata sevgisi, yəni ona
necə bir hissdir, onu başa düşmək də çətindir. Amma o boşluq, içindəki o boşluq heç vaxt heç bir doldurula zaman bilmir. dolmayacaq, bəli. Və o həmişə sevgi əksikliyi içərisində və uşaqlığını da Arayış içində də yaşamadan, olacaq, bəli. uşaqlığını yaşamadan bəlkə o böyük yaşlarında uşaqlıq yaşamaq Hə. istəyəcək. O Amma boşluğu tez heç bir zaman doldura bilməyəcək nə Eyni. yazık ki və həqiqətən də yəni hazır olmaq lazımdır ona görə. Ana və ata olmaq üçün, yəni valideyn olmaq asan bir iş deyil bəli. və hamı Mən valideyn hər zaman olmaq deyirəm, zorunda ehliyyət deyil. olmalıdır. Mütləq. İcazəkarınız Həqiqətən olmalıdır yəni. valideyn olmaq Bir üçün. valideyn olmaq üçün bir testmi olunsun? Yəni hamı Psixoloji olaraq, hazır fiziksel amma olaraq bu insan hazırdırmı valideyn hətta olmağa? evliliyə belə hamı hazır deyil. Bəli. Yəni ad olaraq evləndik, həyat gözəl, amma hamı onu hazırdırmı? Evliliyin də yükləri var, empati Sorumluluğu, duyğuları, bəli. insanların bir-birini anlamaları və eləcə də dünyaya gətirəcək körpə haqqında planlamaları. Yəni bunlar hamısı spontan olaraq olur bizim ailələrdə, amma ona hazır olmadan, Hazırdırmı? yetişmədən valideyn olmaq çox çətinliklərlə Yəni gətirib maddi çıxardır. çətinlik var. Tutaq ki, gələn ailələrdə çox görürəm bunu. Maddi çətinlik var, amma evdə 3 uşaq, 4 uşaq var. Yəni Allah ruzisini yetirir düşüncəsilə uşaqlar doğulur. Təbii ki, Allah ruzisini yetirir, amma Allah bizə ağıl da verib də. Yəni Bəli. o şeyə biraz diqqət eləməmiz lazımdır. Bizim maddi çətinliyimiz bizim hamiləlik sürəcində yoxsulluq yaşamamız, belə qidalanmamız belə uşaqlarımızın zəkasının inkişafına təsir eləyir. Bəli. Yəni hamiləlik sonrasında, doğum sonrasında uşaqların inkişafı zəngin ailələrdə uşaq başına düşən kitab 27 ikən, məsələn, fakir ailədə, kasıb ailələrdə heç bir oyuncaq belə, inkişaf elətdirici oyuncaq belə ala bilmirlər. Yəni qidalanmasını keçdim, oyuncaq belə, qidalanma, hər şey geri Geyim qalır. belə və uşaq Geyim belə, yəni bir uşaq o bir uşağın paltarını geyinir, bəzən heç paltar belə tapmırlar. Amma baxırsan 3 uşaq, 4 uşaq, 5 uşaq, yəni bunun çox bilmirəm, ailə planlaması mı olmalıdır, dövlət mi bunu idarə eləməlidir? Yəni buna bir son uşağın haqqı qoyulmalıdır. var da. Hər bir uşağın normal şəraitlərdə yaşamaq haqqı var. Yəni gəlir görürsən ki, məsələn, böyük qızdır, balacanı artıq böyüyü eliblər dayə əvəzi. Bəli. Yəni o uşaq heç uşaqlığını Yaşamır. yaşaya bilmir. Artıq bir ana rolundadır. Yəni Böyümədən valideyn nə analıq eləyir. düşünürsən, yəni bu uşağın uşaqlığını əlindən almış olursan. Yəni onu axı. düşünmür ki, onu eləyir artıq. Yəni onun üçün həqiqətən də düşünürəm ki, bir analar üçün analıq məktəbimi, belə bir ailə planlamasını siz dediyiniz Məktəblərdəmi kimi artıq bunun bir təlimi tədris kimi tədris keçmək, olmalıdır? həqiqətən də müəyyən bir dərsi keçəcək. Bunlar çox önəmlidir. Çünki bizə hər şeyi, elmi öyrədirlər, hər şey öyrədirlər, amma necə Həyat insan, dərsi. necə həyat, bunu çətinliklərlə rastlaşa-rastlaşa öyrənirik. Başımız daşdan dəyə-dəyə öyrənirik. Amma belə o bəlkə də onu düzgün o öncədən o ailə olmaq və yaxud uşaq böyütmək, bunları məktəb zamanlarından belə keçsələr, düz ailə qurmağı təbliğ eləməsələr belə, amma ailənin əsasları. Yəni zaten ailə genəlliklə Azərbaycan kimi bir cəmiyyətdə tutaq ki, hamı ailə qurur da, yəni enində sonunda, yəni çoxunluqla qızdı, oğlanlı hamı ailə qurur. Yəni bunu zaten biz bunu təbliğ eləməsək də bu qurulacaq bu ailə. Onsuz da sonunda. Ən azından normal, sağlıqlı bir ailə qurulsun. Həm bu Bəli. boşanmaların sayını azaldar, həm boşandıqdan sonra belə o qədər problemli boşanmalar olur ki, ana ataya acıq eləyir, uşağı göstərmir, ata anaya acıq eləyir, gəlib uşağı görmək istəmir. Sağlıqsız boşanmalar, Çox düzgün sağlıqsız. olmayan boşanmalar və erkən nigahlar. Bəli. Yəni nə qədər elə uşaqlar Bəli. var ki, erkən nigaha daxil Öz olurlar. uşaqdır, amma erkən. Bəli. Ona Yəni görə bunların bir qarşısını almaq üçün bir siz deməli məktəb kimi bunları bir dərs kimi keçsələr düşünürəm ki, erkən yeniyetmələrə daha faydalı olar. Məktəbdə də, hətta institutda da belə. Bəli. Yəni bunları keçsələr və hamının Heç çünki o olmasa əsas evlənəcək, İnsanları evlənmədən düzgün öncə seçsinlər. necə ki qan analizi verilir, nə bilim müayinələrdən keçilmir. O zaman bir psixiatrik müayinə də, psixolojik Bəli, müayinə də hazırdırmı? önəmlidir və ən azından ora bir aylıq, 3 aylıq bir təlim kimi bir tədris olunsa, təlim keçilsə, ən azından Çünki həm də ana olmamışdan əvvəl də, Bəli. ata olmamışdan əvvəl də hazırmısan? Hazırmısa, o çox önəmlidir. Bir yaxınlıqda bir
qadınla tanış oldum. Neçə ildə ailə qurdular. Deyir ki, hələ uşaq planlamıram. İnsan özünü tanıyır. İnsan bilir ki, hələ hazır deyil. Yəni hamı amma öz ruh halini o dərəcədə anlamır. Öz mentalını o dərəcədə Bir dərk də etməyə baskı bilər. çox var bizə. Məsələn, Bəli. evləndin, evlənən kimi hə uşaq niyə yoxdur? Uşaq niyə yoxdur? Yəni sanki biz özümüz üçün yox, kənarın baskısı ilə uşaq dünyaya Elədir. gətiririk. Yəni nənə deyir ki, əşi doğ mən baxacağam. Yəni Özü hazır olmadan belə uşaq mən nə qədər doğulur. həyatdayam, sən ikisinin üçün doğ ki, mən sənə kömək olum. Eynən. Yəni valideyn buna həqiqətən hazırdırmı? Yəni mental olaraq Nənə sən olması valideyn- olmayacaq. Yəni nənə olmadı, o insan Yox, alt üst alt-üst olacaq olacaq. yəni. O da onun altından çıxa biləcəkmi? Bəli. Yəni depressiyaya düşəcəkmi? Bəli. Ona görə yəni ağıllı şəkildə. Bəli, Sonuç bu uşağını olaraq Allah vaxtında bizə zəka verib. Yəni onu Eynən. istifadə Vaxtı-vaxtında eləməliyik. mən bunu həkimə apara biləcəmmi? Maddi Uşağımı olaraq maddi gücüm olaraq çatdırma, bəli. çatacaqmı? Hazırammı onu peyvəndlərini aparmağa? Kifayət qədər maarifliyəmmi? Və yaxud hər hansı bir infeksion xəstəliyə düşəndə təşvişə düşməyəcəmmi? Ən azı uşağımı ilkin yardım göstərəcək durumdayammı? Bunları hətta analar gəlir ki, uşaqları erkən vaxtda, yəni heç bir bu haqqda məlumatları Bəli. yoxdur. Ona görə analıq məktəbi, ailə planlaması, bunlar uşaqların gözəl Sağlığı böyüdülməsi üçün, üçün sağlıqlı və həm ruhi cəhətdən, həm fiziki cəhətdən sağlıqlı böyütməsi üçün ananın və atanın savadlı olmağı. Bəli. Yəni savadlı olmağı elmi cəhətdən cəhətdən deyil, deyil. yəni buna hazır olmağı Bəli. çox önəmlidir. Bəli, çox doğru vurğuladınız. Burada peyvəndlərdən söz açılmışkən peyvəndlərə dəyinmək istəyirəm. Bu dəqiqə moda olubdu Azərbaycanda. Yəni çox İmtina rastlayıram. ərizəsi yazmaq. Mən bir də kör-kəranə mən uşağıma istəmirəm peyvənd vurdurmaq. Yəni peyvəndlər bizim həyatımızda nə kimi rolları var? Yəni buna dəyinmək və burada bir şeyi vurğulayım öncəliklə sözü sizə vermədən. Bu autizmlə peyvəndlərin əlaqəsini kör-kəranə buna da bir takılır valideynlər ki, onsuz da autizm yaradır. Düzdür, bizdə Azərbaycanda daha çox bu akadeist göy öskürək tipləri bu peyvənddən qorxurlar. Amma o yayımlanan məqalə hansı ki Qızılcaya aid. O qızılca bizim cəmaət bu dəqiqə qızılcanı vurdurtdurur. Amma akadesi vurdurmur. Akadesi vurdurtmur. Amma əslində heç Halbuki onun çox onunla dəxlisi vacibdir, yoxdur. Eynən. Yəni Yanlış məlumatlar. Məlumat hə. Yəni bir də kör-kəranə heç araşdırmadan valideyn qalxır, mən uşağıma peyvənd vurdurmayacağam. Yəni zaten o araşdırmada qaldırılıb yəni. Bəli. Heç o araşdırmalar Lancet jurnalında yayımlanıb da, yəni ki, burada belə bir autizmli valideynlərlə anlaşılıb elə bir məqalə yayımlanıb və ondan sonra onun düzgün olmadığı araşdırıldı. Və doktorun da zaten doktorluğu əlindən alındı. Yəni amma bizim insan takılıb orada sadəcə o cür dərgi də qaldırılıb, məqalə də qaldırılıb jurnaldan. Yəni adamın doktorluğu əlindən alınıb, amma bizim cəmaət bir yanlış bilgi, bizim insanlar düzgün bilgiyə deyil, yanlış bilgiyə daha çox yönəlirlər. Niyə görə? Çünki müəyyən olunub ki, həmin ildə qızılcadan ölüm o qədər artdı ki, bir yanlış bilgiyə görə və nəticədə uşaq ölümünün bu peyvəndlər hamısı nəyə görədir? Mən valideynlərə hər gələn yanıma pasiyentə mən onu izah edirəm. Hər pasiyentə deyirəm ki, bax bu peyvənd adi bir insanın işi deyil onu hazırlamaq. Bu illərlə çəkən elmi araşdırmaların, elmi məqalələrin sonunda gəldiyi bir nəticədir. Uşaq ölümünü nə qədər xəstəliyi önləyir? Uşaq ölümünə səbəb olan xəstəlikləri və hansı ki illər boyu məsələn xoleradır, su çiçək, məsələn təbii çiçək İnsanlar halbuki epidemiya, bəli. İnsanlar nə qədər kütləvi surətdə ölürlər. Həmişə deyirəm, bəs nəyin nəticəsində o insanlar qorundu? Peyvəndin sayəsində qorundu. İndi durub bir cahil bir insanın mən peyvəndləri tanımıram, bundan imtina eləyirəm deməyi tamamilə absurddur və bu təkcə öz uşağını deyil, cəmiyyəti risk altına almış olur. Yəni sən bir uşağı, xəstə uşağı məktəbə buraxmaqla Qızılcada kontagiozluq yoluxma riski o qədər yüksəkdir ki, 90%-nin üzərindədir. Yəni bir insan, bir uşağı, qızılcalı uşağı sən cəmiyyətə yaymaqla bütün cəmiyyətin risk altına alırsan. Bəli, mən uşağımı məsələn peyvənd vurdurmuşam, amma siz vurdurmamısınızsa, siz mənim uşağımı riskə atırsınız. Yəni buna haqqınız yoxdur. Yoxdur. Ona görə xarici məktəblərə gedəndə, hətta Amerikaya gedən uşaqlar bizdən gəlirlər. Bir peyvəndləri, vurulmayan əksiklikləri belə vurdurub gedirlər. Niyə görə? Çünki onları məktəbə almazlar. Amma bunu burada niyə eləmirsiniz? Bizim cəmiyyətdən ol. Bizim cəmiyyət deyil, xaricə gedəndə bunu eləyirsiniz. Və həmişə o autizmli
Autizmlə əlaqəsi tamamilə onun inkar olunub. Siz deməli AKDS məsələsi. AKDS takılıb qalıb bizim cəmaət. AKDS-lə heç bir Heç əlaqəsi onunla yoxdur əlaqəsi yəni. yoxdur. Yəni dünyada qəbul olunan zaten o qızılca qabakulaq Bəli. məxmərəkdir. Bəli. Bizim cəmaət niyəsə AKDS-də takılıb qalıb. O da çox güman ki, AKDS-in o boğmaca göğüs kürəyin Bəli, çətin keçməsindən, Bəli, orada qızdırmalı əvvəlki keçməsi. peyvəndlərin ora deyirdilər ki, təmizlənməmiş variantı var idi. Assosiasiya olunmuş məsələn göğüs kürək, difteriya, tetanus. Onlar hamısı birlikdədir. Amma indiki peyvəndlər artıq onlar daha sadədirlər və onlar belə deyək də get-gedə daha təkmilləşirlər bu peyvənd sadə dilləndisi və əvvəl verilən reaksiya hansı ki o zülala qarşı verirdi, bəzən anafilaktik reaksiyalara səbəb olurdu və ona görə allergik uşaqlara məsləhət görülmürdü. Amma indi yəni təbii ki allergoloqun nəzarəti altında vurulurdu. Yenə də amma vurulurdu. İndi isə onları rahat-rahat vururuq. Yəni heç bir allergik bir sorun olmadan, heç bir yəni mən 15 ildən çoxdur ki peyvənd vururam. Bir uşağımda belə ağırlaşma olmayıb. Yerli reaksiya görmüşük o qədər. Yəni yerli reaksiya qızartı, şişkinlik. Məsələn, zaten uşağı takib edən həkim bilir, tutaq ki, uşaqda immun yetməzlik varsa, yəni bir genetik bir və ya otoimmun bir xəstəlik nəysə də bir problem varsa, zaten onu məsləhət İlk vaxtlarda göstərir onsuzluq özünü. Doğum evindən belə göstərir o özünü çox zaman. Yəni onu zaten həkim nəzarətində olur. Yəni bunu biraz belə cahilcə uzaqlaşma. Çünki bilmirlər. Mən həmişə pasientlərə deyirəm ki, siz o ağırlaşmış xəstələri siz görmürsüz. Mən qızılcadan nə qədər komalı uşaqların üzərinə gedib müayinə etmişəm. Bir də qızılcanın uzun müddət sonrasında da bəli, beyin onun ağırlaşma sonra verir. subakut sklerozan panensefalit. Yəni onu belə düşünmələri. Hə, ona görə o xəstələri mən misal gətirirəm ki, bu uşaq əgər peyvənd vurulmazsa bu halına rastlaşa bilər. Valla mən çox sərt danışıram o zaman. Bəli. Yəni cahil cəsarəti olaraq dəyərləndirirəm. Bəli. Yəni bilməyib cəsarətli olmaq çox rahatdır. Mən öz qızıma belə bütün peyvəndləri, hətta Eynən mən. Dövlət, biz Türkiyədə yaşayırdıq o dönəm, yəni Türkiyənin protokolundan bütün peyvəndləri vurdurdum və özəl olan peyvəndləri də rotavirusdur, meningokokdur, onların hamısını da pulla alıb vurdurdum. Çünki siz bilirsiniz, fərqindəsiz. Bəli. Amma sizin maarifləndirdiyiniz insanlar da onu anlayır. Amma hər insan bizim əhatəmizdədirmi? Yox. Yəni bizim gücümüz çatdığı qədər eləyirik ki, onlar da öz əhatəsini bu şəkildə maarifləndirsinlər. Yəni bir də məsələn bu dəqiqə telefon, internet ucqar kəndlərdə də var da. Yəni TikToka girəcəyinə, hər hansı sosial mediaya girib boş video izləyəcəyinə biraz maariflənsə, bəzən insanlar maariflənmək də istəmirlər. Yəni bildiyim orada qalsın. Bəli, ziyan eləyər mənim uşağıma. Mən valideynlərə həmişə nəyi deyirəm? Deyirəm ki, mən bilirəm ki, siz övladınıza ziyan vermək istəmirsiniz. Amma düşünün ki, bunu eləməklə ziyan vermiş olarsınız. Yəni peyvəndi etməməklə ziyan vermiş olarsınız. Düşünürlər ki, deyir mənə bu gün bir pasiyentim sual verib, doktor, onun tərkibindən əminsiz? Deyirəm ki, yəni əmin olmasam öz övladıma vurdurmazdım. Yəni öz övladıma əgər o deyir özünə qıymadığını başqasına rəva görmə, yəni öz övladıma əgər bunu rəva görürəmsə, pasientlərimi də onsuz da öz övladım qədər istəyirəm. Yəni onlara pislik eləmək istəmirəm ki, çünki onlar mənim nəzarətimiz, mən onlarda məsuliyyətini mən daşıyıram. Sərsi gün onlara hər hansı bir ağırlaşma olsa, ona mən daha çox üzüləcəm, valideynləri qədər üzüləcəm ki, niyə bunu eləmədiniz? Yəni hər şeydə keçdik, adınız, sizin adınız, pediatr kimi sizin adınız pis hallanacaq. Əlbəttə, məsləhət görmədi. İstəyərmi? Yəni belə bir şey olmasını. Bəli, çox təəssüf ki, belə amma halla mən indiyə qədər neçə dənə subakut sklerozan panensefalitlə rastlaşmışam. Yəni çox acınacaqlı halda. Valideynin yəni keçirdiyi acını heç cür yəni təsvir etmək mümkün deyil. Ona görə o təhlükəli xəstəliklər olmasın deyə göğüs kürək məsələn deyirik. Göğüs kürək bəyəm adi haldırmı? Erkən aylarda uşaq onunla rastlaşarsa xəstəxanada keçirir. Düşünün nə qədər insan həyatını, uşağın bir ailənin rutini pozulur, uşaq xəstəxanada nə qədər həm onun xərcləri, həm ailənin psixoloji durumu, ailə yıpranır. Yəni ki, bunları o belə nitq inkişafına təsir eləyir. Yəni araşdırmalar da onu göstərir ki, uşağın xronik bir xəstəliyinin olması belə, xəstəxanada davamlı bir xəstəxana görülməsi belə, yəni bu uşaqlarda nitq inkişafına təsir eləyir neqativ yöndə. Ona görə yəni maksimum uşağınızı qorumaq istəyirsinizsə, xəstələnməkdən uzaq olmağını. Bir də məsələn uşaqda tutaq ki, tetanos peyvəndi olubdur. Məsələn, bir kaçelidə başına bir nəysə dəydi, dəmir dəydi, bilməm nə oldu, yıxıldı, bir şeylər oldu. Yəni daha rahat olursan, qorumuş olursan. Yəni düşünmürsən ki, görürsən tetanos olacaqmı?
daha rahat Daha olursan, rahat bir əlbəttə. pansumanla, təmizliklə bitib gedəcək. O riski, o təhlükə altında qalmırsan ki, Bəli. birdən uşağımda tetanus Ağız halı ola aşərməsi bilər. problem olar. Yəni valideyn kimi dediyim kimi biz həmişə deyirik ki, bizim valideyn məsuliyyəti deyilən bir şey var. Valideyn məsuliyyəti nədir? Uşağıma zərərli şeyləri vaxtında görüm, faydalı şeyləri ona eləyim ki, müəyyən qədər xəstəlikdən qorusun. Profilaktika müalicədən daha asan olan bir şeydir. Bu peyvəndlər də profilaktikaya aid olan bir şeydir. Hətta profilaktika demişkən dəmir profilaktikasına da dayanmaq istəyirəm. Siz də onu vurğulayarsınız ki, erkən aylarda məsələn dəmirin daxil olunmamağı və 6 ayından uşağın rasionuna ətin daxil olunmamağı, dəmir əksikliyi özü belə mental problemlərə səbəb ola bilər. O da hətta nitq ləngiməsinə, uşaqlarda emosional labilliyə gətirib çıxarda bilər. Yuxu pozğunluğuna dediniz, yuxu pozğunluğuna da gətirir, davranış problemlərinə gətirib çıxara bilir. Qısır döngü sanki bir-birlərini başlata gedirlərmiş kimi. Ona görə vaxtında yəni uşaqların dərman müalicəsindən qaçmasın valideynlər. Həkim məsləhət görürsə dəmir preparatı verilməlidir. Yəni uşağımı qoruyacağam, heç bir şeylər verməyəcəm deyə düşünürlər. Ancaq həkim məsləhət görürsə, güvənilir bir həkimdirsə, zaten bir şəxs uşağın pediatr olaraq tutaq ki, sizi seçibdir. Deməli ki, sizə güvənib gəlibdir. O zaman sizin verdiyiniz məsləhətlərə də əməl etməlidir. Ona görə valideynlər biraz daha əgər o valideyn də çox qorxursa, təşvişlidirsə, o zaman psixiatrik dəstək alsın, təşvişini biraz azaltması məqsədi ilə. Və o da uşağa keçir doktor. Çox zaman mən müşahidə etmişəm, obsessiv valideynlərin çox zaman uşağında da biz obsessiyalar görürük. Görürük zaten. Təşviş pozuntusu, məsələn, mən hər zaman valideynlərə belə başa salıram ki, göy gürültüsündən qorxan valideynin uşağı həmişə göy gürültüsündən qorxur. Pişikdən qorxan valideynin uşağı pişikdən qorxur. O pişiklə bir problem yaşamasa belə valideynin o pişiyi ona təhlükəli bir şey kimi göstərir. Yansıdır artıq. O yansıdır. Çünki uşaq valideynin gözünə baxdığında valideynin gözündən o şeyi alır ki, güvəni, bura güvənlidirmi? Məsələn, məktəb fobiyası olan uşaqlarda adətən məktəb fobiyası olan uşağın valideyni təşviş pozuntusu olur. Niyə? Məktəbə aparır valideyn, uşaq çevrilir anaya, ataya baxdığında görür ki, gözündə bir qorxu var. Uşaq fikirləşir ki, hə, deməli ki, anamdakı bu qorxu, deməli bu mühit təhlükəli bir mühitdir və uşaq o mühitə öyrəşə bilmir. Ona görə valideynlərin də mən adətən ilk başladığımda uşaqların valideynlərini böyük psixiatra yönləndirirdim. Sonra gördüm getmirlər. Yəni konkret şeyləmirlər də. Yox, qoy uşaq düzəlsin, sonra uşaq düzəlsin. Bizdə valideynlər biraz uşağa pul xərcləyir, özünə biraz qıymır. Amma bilmirlər ki, uşaq özləri düzəlməsə uşaq düzəlməz. Sonra gördüm, başa da salırdım ki, yəni sizin uşağın ruhsal durumu sizin ruhsal durumunuzdan asılıdır da. Yəni sizin toparlanmanız lazımdır. Ondan sonra valideynləri də müalicə eləyirəm. Deyirəm, qoy heç olmasa təsir eləsin, bəli. Çünki ailə terapiyası çox önəmlidir. Çünki hər şey o deyirlər uşaq ailənin güzgüsüdür. Uşaq bu ailədə formalaşır. Siz deməli qorxular da o ailədən gəlir. Yəni mütləq komple ailəni müalicə eləməyə çalışıram. Gördüm ki, getmirlər artıq. Yəni Türkiyəyə görə tutaq ki, bu bir etik şey deyil, yanaşma deyil. Çünki erişkin psixiatra yönləndirməmiz lazımdır. Mənim işim deyil də. Məsələn, o uşaq psixiatrıyam, o erişkin psixiatrın işidir. Ancaq müdaxilə eləyirəm artıq. Çünki görürsüz ki, başqa cür mümkün deyil. Getməyəcək yəni. Getmirlər. Həqiqətən də getmirlər. Pika nədir? Yəni nə zaman pik olaraq dəyərləndirməliyik? Bunun haqqında biraz məlumat versəz. Qidalanma pozğunluğu belə deyək, uşaqlarda yeyilməyən qidaların yeyilməsidir. Düzdür, bəzən bu sizin sahib psixiatrik olaraq bu pikada ola bilər, amma biz uşaqlarda bəzən pediatrik problemlər də gətirib buna çıxarda bilər. Məsələn, hansısa bir mineral əksikliyi, dəmir əksikliyi gətirib çıxara bilir. Biz o zaman müayinə eləyirik ki, uşaqda nəsə bir əksiklik varmı? Bu minerallarda bir əksikliyi yoxdursa, dəmir əksikliyi yoxdursa, bu zaman psixiatra yönəldirik. Çünki həqiqətən də o ola bilər. Amma əgər dəmir əksikliyindən baş veribsə, bu zaman çox vaxt yəni toparlanır dəmir əlavə etdikdən sonra. Çünki erkən aylarda biz 4 ayından başlayaraq dəmir profilaktikası veririk vaxtında doğulmuş uşaqlara. Erkən doğulmuşlara isə vaxtından əvvəl 1 ayından başlanaraq verilir. Bəzən uşaq gəlir ki, 8 aydır hələ də
Yəni bu uşaq dəmir profilaktikası almayıb. Biz onu başlasaq da bəzən görürük ki, 1 yaşında artıq uşaq yeyilməyən qidalara meyl eləyir. Kənardan bir qaşığı götürür əlinə və yaxud küncləri yeyir, torpaq yeyir, saç yeyən uşaqlar olur məsələn. Amma bunların da bəzən son problemlərin səbəbi olaraq da dediyim kimi dəmir əksikliyi görünsə də bəzi uşaqlarda psixiatrik olaraq görə bilirik. Məsələn, trixotilomaniya. Bəli, şeydə məsələn psixiatrik olaraq valideyn yenə depressiyası, valideyn ilgisindən uzaq qalan, ihmal olunan uşaqlarda Azərbaycancası kənarda qalan duyğudan nəzarət, duyğusuz qalan, duyğudan tənha qalan uşaqlar belə deyək. Yəni o uşaqlarda daha çox görürük də. Ona görə yəni valideynin nəzarətini artırmaq lazımdır. Valideyndə depressiya və ya psixiatrik bir problem varsa onun müalicə olunması lazımdır ki, uşaqda uyaran artırılsın, valideynlə münasibəti düzəldilsin, ondan sonra toparlanır. Yəni nə qədər o doğru vurğulayırsınız ki, dəmir preparatı versək də bəzən valideynin ilgisizliyi olanda uşaqda toparlanmır. Ona görə yəni hər zaman valideyndən keçir bu yol adətən. Ona görə valideynin ruhsal durumu çox önəmlidir. Bəli. Uşaqla vaxt keçirmək, uşaqla duyğusal bağın normal qurulması çox önəmlidir uşaqların inkişafında. Bəli, çox önəmli, çox düzgün vurğuladınız. Bir uşaq gəlmişdi illər öncə. Baxdım ki, uşağın saçları çox qısa, kipriklə, qaşları yoxdur. Valideyn gəlmişdi yanıma qusma şikayəti ilə. Yəni sadə bir şikayət, uşaq yeyə bilmir. Yəni o qədər qaytarmaları var idi ki, biz mütləq şəkildə dedik ki, buna bir mədə müayinəsi eləyək və onu qastoskopi mədədə nə qədər tük yığıntısı bəli gördük və valideyn dedi ki, uşaq bunu gedib vanna otağında eləyir. Yəni mən onu görməmişəm. Onu ancaq orada eləyir. Siz demə, əgər o valideynin nəzarəti güclü olsaydı bəlkə də onu orada görərdi və yaxud uşağın saçı o qədərdir, yəni saçı bu qədər qısalıb onu görməyib. Yəqin ki, valideynin başı işinə o qədər qarışıb ki, yəni uşaq kənarda qalıb və o kənarda qalmağı da o gətirib uşağın özündə belə bir yeyilməyən qidalara meyillik və yaxud qida olmayan şeylərə də meyillik, trixotilomaniya və bu da psixiatrik bir sorun. Artıq burada bu artıq ikinci olaraq dəmir əksikliyi gətirib çıxarır. O mu onu yaradıb? Bəli, dəmir əksikliyi çox ciddi dərəcədə dəmir əksikliyi var idi. Həm dəmir əksikliyi ola bilər öncəsində başlayıb dəmir əksikliyi çox ciddi hemoqlobin dəyərləri düşüydü. Dəmiri də düzəltdik və sonunda da psixiatriyə mütləq şəkildə yönəltdik. Çünki burada xroniki bir məsələ olduğuna görə bu qayıda bilir. Yəni hətta əməliyyat olundu uşaq. Yəni amma burada xroniki bir məsələ olduğuna görə kəskinləşə bilir, yenidən qayıda bilir və uzun müddətli psixiatrik nəzarət məsləhət görülür. Son olaraq da bir uşağın fiziki sağlam olması üçün nələr olması və ya mental sağlam olması üçün hansı uşağı biz mental sağlam, hansı uşağa fiziki sağlam uşaq deyirik? Bəli, belə bir deyim var idi, sağlam bədəndə sağlam ruh olar misalı. Sağlam bədən, fiziki cəhətdən sağlam bədən uşağın dediyimiz kimi erkən yaşlardan ona düzgün qidalanma, vaxtında vitamin profilaktikası, vaxtında peyvəndlərin aparılması, uşağın düzgün bədən tərbiyəsinin verilməsi, uşağın düzgün şəraitdə yetişdirilməsi, bunların hamısı fiziki sağlam olmağına səbəb olur. Təbii ki, əgər xroniki xəstəliklər varsa, bunların ləğvi, vaxtında onların aşkar olunması, mental cəhətdən də valideynin çox önəmli rolu vardır. İlk 1 yaş çox önəmlidir uşaqların inkişafında. Ona görə biz valideynlərə hər zaman deyirik, ilk 1 yaş bolca uşağınızı qucağınıza alın. Yəni uşaq hər ağladığında bu uşağın hər ehtiyacını anında qarşılamağa çalışın. Yəni o duyğusal bağı ötürün. Bəli, çox bolluca yaşayın. O duyğusal bağı əmələ gətirməyə çalışın uşağınızla. Bunu həm təmas olaraq uşaq əmizdirdiyinizdə və ya süni qida yeyirsə əgər, onda da belə göz təması quraraq, uşaqla iletişim quraraq, bunu hiss elətdirərək inkişaf eləməsi lazımdır və eyni zamanda valideynlər uşaqlarına sərbəstlik vermələri mental cəhətdən sağlıqlı olması üçün. Uşaq bir fikir bildirdiyində valideyn oradan sən sakit dur, sən böyük danışanda balaca danışma şəklində uşağı susturmaqdansa uşağın fikrini ifadə eləməsinə icazə verilməlidir. Başı boş buraxılmamalıdır, ancaq özgürlük, sərbəstlik verilməlidir. Bizdə bəzən valideyn o dengəni qura bilmir.
bilmir. Ya boş buraxır, ya çox boş buraxır, ya da çox sıxır. Bu aranı tutdura bilmir. Qızıl Nə dəngi. yazıq ki, Onu bəli, o tutmaq tutdura lazımdır. Tarazlığı bilmirlər. tutmaq Bəli. lazımdır. Bəzən də sağlıqsız bağlanma deyirlər. Yəni siz düzgün vurğuladınız ki, erkən yaşlarda, erkən aylarda çox sevgi vermək, qucağına almaq. Bəzən bu uşaqlar o qədər bağlanırlar ki, valideyn artıq uşağı yerə qoya bilmir. Bəzən də çünki niyə valideyn hər şeyi uşağa sunduğunda, uşağa sorumluluq vermədiyində, yəni o el bebək, gül bebək şəklində Aşırı hər şeyi fədakarlıq aşırı eləyəndə verdiyində uşaqda o doyum hissi, harda duracağını bilməmə, doyum hissi formalaşmış olmur. Yəni o uşaqlar gələcəkdə də mutlu olmurlar. Çünki bəli, hər şeyləri sunulan bir uşaq, yəni yoxluq nədir bilməyən bir uşaq gələcəkdə də iş ortamı olsun, ailə ortamı olsun, yəni hər şeyi yenə ona sunulmasını istəyəcək və bəli. o doyum şeyini doymağı hiss Almayacaqdır. eləməyəcək. Bəli. Bir də Ona görə bacarıqları da formalaşmır bəli. uşaqların. Onların əvəzinə o qədər hər şeyi Yəni eləyirlər ki. gəlir mənim bir pasiyentim 12 yaşındamı, 13 yaşındamı oğlan uşağı ana yemək yedizdirir. Yəni hətta anaya gülərək də bunu dedim ki, gələcəkdə gəlinin səni söyəcək. Yəni çünki 12-13 yaşında lap bu olsun 2-3 yaşında. Yəni normalı budur ki, uşaq 6 ayından ilk qidaya keçiriləndən Əli ilə özünə özü qidalandırsın qidalansın. özünü. Həm təması olsun, onu toxunaraq qidalandığı şeylərin o duyu bütünləməsinə də təsir Bəli. eləyir, reseptorların inkişafına da təsir Çox eləyir. təsir eləyir. Yəni bilmirəm, bəzən uşağımıza rahat olsun, Həm yaxşı rahat olsun deyə deyə bəzən obsessiv anallarda da onu görə bir ev ev batmasın, batmasın, yer ona çox batmasın. takılırlar. Bəli, bu da Ki, uşağın Bir də bacarıqlarını inkişaf etməməyi. yemə bizim kültürümüzdə yemək çox önəmli bir detaydır. Yəni Bəli, həyatın heç önəmli hər şey hissəsi. dursun, uşaq ancaq yesin. Yəni valideyn uşaq özü yeyəndə 2 qaşıqla doyacaqsa, valideyn yedizdirəndə bunu daha çox yedizdirəcək axı. Və Quş valideyn gəldi, daha mesajdır. xoşbəxt olacaq. Valideyn xoşbəxt olur. Televizorla baxıb yedizdirilən uşaqlarda Bəli, da bunu onlar çox da görürük. çoxdur Uşaq nə onlar. yediyin fərqində deyil, Deyil. amma Doyma valideynə hissi də xoşdur. olmur. Valideynə xoşdur ki, uşaq çox yeyir. Bəli. O da Yəni, gətirib obezitəyə, piylənməyə gətirib çıxarır. çıxarır. Erkən aylarda Bəli. ən çox onunla rastlaşırıq. Valideyn uşağın doyma siqnalları, aclıq siqnallarını gözləmədən onu yedizdirir. Yedizdirir. Və bu Amma aclıq valideynə siqnalı xoş olur Bəli. oradakı mənim uşağım düşünür yeyir. ki, acdır həmişə. Yəni bu fədakarlıq hissi, bu ana olmaq modeli yedizdirməklə mi ana oluruq? Yəni bunlar deyil. Yeməyə takılmışıq, bilmirəm, cəmiyyət Yəni, olaraq yemək həqiqətən bizim də üçün çox ən önəmli. önəmlidir. Bizim istirahətimiz belə yeməkdən başlayır. Yəni adi bir çölə çıxaq, bir gəzək, yürüyüş Həqiqətən, eləyək desək sonunda belə mütləq bir yemək kofe içirik, olmalıdır. yemək yeyib. Mütləq sonu yeməklə bitməlidir. Yəni bir qəribə yeməyə takıntımız var, amma həqiqətən mən valideynlərə də hər zaman onu deyirəm ki, yəni öncəliklə ekranı kəsməlisiniz, yeməyi Vərdişi vərdişini düzəltməlisiniz. düzəltməlisiniz, uşağın özünə verməlisiniz. Yəni uşaq nə yediyinin fərqinə varmalıdır. 2 qaşıqla doyursa, buraxın 2 qaşıqla doysun. Biraz bu şeylərdə də valideynlərimizin maariflənməsi Mütləqdir, lazımdır. bəli. Onu da həkimlərdən mütləq şəkildə dinləmək lazımdır və soruşmaq lazımdır. Bəzən bu şəkildə də davam eləyirlər. Mən gələn pasiyentlərimə o qədər bəzən sual verirəm ki, məsələn bir pasiyent gəlib böyük uşaqda gecə durur yemək yeyir. Yəni bu da onun yuxu pozğunluğuna gətirib çıxarır. Əslində yəni yuxu yeyir deyə yuxusu pozulur və kökəlmə baş verir uşaqda. Yəni piylənmə baş verir. Biz onun gecə yeməyini kəsdik, uşağın yuxuları da düzəldi və piylənməsinin də qarşısını aldıq. Yəni onu mən soruşmasaydım bilməyəsiydim. Yəni ona görə gərək həkiminə müraciət edəsən. Bu şəkildə davam edərsə, o döndərmək də bəzən gecə olur. Çətin olur, Bəli. bəli. Ona görə valideynlərin maariflənməsi lazımdır və valideynlərin o sərhədlərini biraz yumşaltmaq, özlərini biraz bəzən maarifləndirici video paylaşırsan, o qədər sərt yorumlarla qarşı-qarşıya qalırsan ki, valideynlər o qədər sərt reaksiya verir, sanki biz onlara analıqlarını mı sorğulamış oluruq bu şeylə. Biz özümüz də anayıq. Bəli, biz özümüz də mən anayam, məsələn, ideal ana deyiləm ki, amma maksimum Əlbəttə. yanlışlarımdan dönməyə çalışıram. Əlbəttə biz də ideal olmamışıq və bu yolu keçdikcə sadəcə düzgün məsləhət verə bilərik. Mən də erkən vaxtda qızımı düzgün şəkildə qidalandırmaya bilərəm. Onun bəzi bacarıqlarını məndə ləngitmiş ola bilərəm. Əvəzinə nələrisə eləmiş ola bilərəm. Mən özüm məsələn 2 yaş sindromu yaşayıram qızımla. Yəni həqiqətən bəzən çox çətinlik çəkirəm. Yəni
onun aqressiyasıdır, davranış problemləridir. Yəni yönləndirməkdə belə, yönetməkdə belə çətinlik çəkirəm. Yəni keçən bizim psixiatrlarımızın birindən məsləhət aldım ki, yəni mən neyniyim, bu uşaqla necə davranım? Bəzən özümüz məsləhət verə bilirik, amma Əlbəttə. özümüz tətbiq eləməkdə çətinlik çəkə bilirik. Ona görə yəni bizi yanlış anlamasın Eynən, valideynlər ki, düzdür. bizi yargılayırlar, bizi sorğuluyurlar, şey eləyirlər, bizim analığımızı. Yox, əstəğfurullah. Sadəcə tövsiyə edirik ki, yəni bu Yardımcı şəkildə eləsəniz olmağa. daha kömək etmiş Bəli, və olarıq sizə. sağlıqlı bir cəmiyyət Qurmuş olarıq, əlbəttə. Çox sağ Etdiklərimiz, olun. danışdıqlarımız onsuz da Bəli, valideynlər valideynlər üçündür üçündür. Çox və xoş bir onlar da bunu görüş yaxşı oldu. qarşılayırlar Bəli, düşünürəm. İnşallah ki, yaxşı da qarşılayarlar. İnşallah. Çox sağ olun Siz Ceyran sağ xanım. olun, gəldiyiniz üçün, dəvətimizi qəbul elədiyiniz üçün təşəkkür edirəm. Çox maraqlı Mən bir təşəkkür edirəm. söhbət oldu məncə. Siz Məncə nə də. düşünürsüz? Məncə də. Çox sağ olun. İnşallah faydalanarlar. İnşallah. Gələn görüşlərə də sağ olun. Sağ ol.